Salam hər kəsə. Bu dəfə sizinlə ən dadlı mürəbbələrdən olan qozlu ağ gilas mürəbbəsini paylaşacağam. Mən ümumiyyətlə ağ gilas mürəbbəsini çox sevirəm, amma sadəsini yox. Qoz ləpəsi ilə və yaxud fındıq ləpəsi ilə hazırlayanda daha çox bəyənirəm. Bu dəfə isə istədim sizinlə qoz ilə olan resepti paylaşım. Deməli, gilasları yuyuruq. Yuduqdan sonra tumlarını belə maqqaş vasitəsilə mən təmizləyirəm, çıxardıram. Sizə necə rahatsa edə bilərsiniz. Tumları çıxardıqdan sonra gilasları soyuq suda saxlayıram ki, qaralmasın və başlayıram şərbəti hazırlamağa. Şərbət üçün şəkər tozunu kiloqrama kiloqram götürürük. Yəni 1 kiloqram meyvəyə 1 kiloqram şəkər tozu gedir. Və mən 2 kiloqram gilas üçün 2 kiloqram şəkər tozu və 2 stəkan soyuq su əlavə edərək şərbət hazırlamağa başladım. Şərbət qaynamağa başlayanda gilasları əlavə etdim şərbətin içərisinə. Bu vaxt ərzində isə qoz ləpəsini yaxşı-yaxşı yuyub quru salfet üzərinə sərdim ki, suyu çəkilsin və yarım ədəd limonu dilim-dilim doğradım. Gördüyünüz kimi mürəbbəmiz gür odda qaynayır və bu zaman limonları əlavə etdim mürəbbənin içərisinə və artıq mürəbbəmiz köpüklənməyə başlayır və bu zaman qozu da əlavə edirəm içərisinə və bişirməyə davam edirəm. Gilas mürəbbəsini yaxşı olar ki, gür odda bişirəsiniz və hardasa 30-40 dəqiqəyə hazır olur. Bişirdiyim zaman mürəbbənin kəfini yığmıram, çünki ən sonda çox rahat bir üsulla kəfini tamamilə təmizləyəcəm, onu da sizinlə paylaşacağım. Arada bir belə sirkələyirəm ki, hər tərəfli yaxşı-yaxşı bişsin. Və hazır olub olmadığını necə yoxlaya bilərik? Çox rahat üsulla bir salfet üzərinə mürəbbənin suyundan əlavə edirik. Əgər salfet özünə çəkmirsə suyunu, demək ki, mürəbbəmiz artıq hazırdır. Altını söndürürəm. Söndürdükdən sonra yenə də belə sirkələyirəm ki, kəfi tən ortaya yığılsın. Və ondan sonra bu cür rahat şəkildə salfet vasitəsilə çox rahat, çox asan kəfini yığıb götürürəm. Gördüyünüz kimi gilaslar dən-dən qalıb və qoz isə mürəbbənin rənginə heç bir əks təsir göstərməyib. Çox gözəl rəngi var, çox gözəl alınıb, dadı və görünüşü möhtəşəmdir. Siz də hazırlayın, nuş eləyin.